Salam uşaqlar, deyim 20 sınaq 1-ci qruplar üçün 4-cü sınağın izahına baxaq. Deməli, mövzularımız molekulyar kinetiziyya, ideal qaz qanunları, termodinamika əsasları, maddənin aqreqat halı. Birincisi, otaqdakı havanın tərkibində hidrogen, oksigen, azot, karbon qazı var. İstilik tarazlığı zamanı hansı qaz moleküllərinin orta kvadrat sürəti ən kiçikdir? Orta kvadrat sürətin ən məşhur üsullarından biri də budur elə. 3 yerdə bölünsün m. İstilik tarazlığı halında temperatur eynidir, baxmaq lazımdır kütləyə. Kütlə ilə tərs asıdır. Sizdən soruşur ki, sürət ən kiçik olsun. Kütləsi ən böyük olanı götürəcək. Olacaq o da 44 olan karbon qazı. Y variantı. İkincidə ideal qazın halı PV bərabər konstant tənli ifadə olunur. Qaz moleküllərinin konsentrasiyası 4 dəfə azalanda təzyiqi. PV konstant o deməkdir ki, bunlar bir-birlərinə tərs mütənasib asılı olaraq dəyişirlər. Yəni P bərabərdir. Məsələn, konstant bölünsün V-yə. Yəni biri artanda o birisi azalır. Burada sabitdir temperatur. Temperatur sabiti və sizdən soruşur ki, konsentrasiyası 4 dəfə azalanda təzyiqi. P bərabər NKT-dən. Temperatur sabiti təzyiqlə konsentrasiya düz mütənasib asıdır. Konsentrasiya 4 dəfə azalsa, deməli elə təzyiq də 4 dəfə azalar. Yenə Y variantı. 3-də verilmiş kütləli ideal qazın sabit temperaturunda həcmin zamanı asılı qrafiki göstərilmişdir. Bu qazın təzyiqinin zamanının asılığı. Deməli, PV bərabərdir nÜRT. Buradan da P bərabərdir nÜRT bölünsün V-yə. Həcmin temperaturdan asılığını belə ifadə ediblər. V bərabərdir V0 üstə gəlinsin KT. Biz V-nin yerinə V0 üstə gəl KT yazsaq, alarıq ki, P bərabərdir nÜRT bölünsün V0 üstə gəlinsin KT-yə. Görər ki, tərs mütənasib asıdır, amma müəyyən bir nöqtədən. 3-də olacaq A variantı. 4-də verilmiş kütləli ideal qazın təzyiqinin həcmindən asılı qrafiki verilmişdir. ABCD prosesində qazın mütləq temperaturu A-dan B-yə, B-dən C-yə, C-dən də D-yə. C-dədəki hiperboladır. Deməli, sonra baxaq, A-dan B-yə həcm sabiti təzyiq 2 dəfə artıb. Düsturumuz belə idi. PV bərabərdir nÜRT verilmiş kütləli ideal qazın nÜ sabitdir, R sabit fiziki kəmiyyətdir və həcm sabit olduğuna görə P ilə T düz mütənasib asıdır. Deməli, A-dan B-yə temperatur 2 dəfə artdı. B-dən C-yə bu səfər təzyiq sabitdir, həcm 2 dəfə artıb. Təzyiq sabitdirsə, həcmin temperaturu da düz asıdır. 2 dəfə də buradan atmış olacaq. Daha sonra C-dən D-yə baxırıq ki, temperatur həm təzyiqdən, həm də həcmən düz asıdır. Sadəcə C-dən D-yə təzyiq 2 dəfə azalıb. Ona görə temperatur da 2 dəfə azalacaq. Yazdım 2-də 1. Həcm isə, baxın, 1,5 dəfə artıb. Yazacaq ki, bura vurulsun 1,5. 2-lər geçsin. Burada qaldı 2 vur 1,5. Ümumilikdə 3 dəfə artmış olacaq. C variantı. 5-də sabit kütləli ideal qazın təzyiqinin həcmindən asılı qrafiki göstərilmişdir. ABC prosesində qaz moleküllərinin orta kvadrat sürəti və orta kinetik enerjisi. Deməli, bütün prosesdə bizdən soruşur orta kvadrat sürəti və orta kinetik enerjini. Baxaq uşaqlar, kinetik enerji temperaturla əlaqəli bir fiziki kəmiyyətimizdir. Temperatur kinetik enerjinin xətti ölçüsüdür. Yəni, temperatur necə dəyişibsə, kinetik enerji ilə dəyişir. Ona görə yazıram. PV bərabər nÜRT. T həm P-dən, həm də V-dən düz asıdır. Birinci halda V sabit qalıb, təzyiq 4 dəfə artdığından temperatur da 4 dəfə artacaq. B-dən isə təzyiq sabit qalıb, həcm 4 dəfə artdığından bir tərəfdən 4 dəfə buradan artır. Oldu 16 dəfə artmış. Digər tərəfdən də orta kvadrat sürətin 2YK bölünsün M0 düsturu var. Kütlə sabitdir. Kinetik enerjiden sürət isə kök 6 asıdır. Deməli, sürət də artacaq 4 dəfə artar. Bu da 16 dəfə artar. D variantı. Sabit təzyiqdə ideal qazın həcminin mütləq temperaturuna asılıq diaqramı verilmişdir. Hisslərdə qazın sıxlığı necə dəyişir? 1-dən 2-yə, 3-dən 4-ə, 1, 2 və 3-dən 4-ə. 1-dən 2-yə sabit təzyiqdə. Sabit təzyiq söz yazıb. Təzyiqdə sabitdir, həcm sabitdir. Bunu qarışdırmış olar. Sabit kütləli ideal qaz olsaydı, həcm sabitsə izoxor proses olardı. Amma burada həm təzyiq sabitdir, həm də ki, həcm sabitdir. 1-dən 2-yə, 3-dən 4-ə. İndi görək sıxlığımız necə dəyişəcək. Rho-nun düsturu uşaqlar PM bölünsün, RT-dir. Bu ifadəyə baxıram. M sabit kəmiyyətdir, R də sabit kəmiyyətdir. Təzyiq sabit verib temperaturdan tərs asılı götürəcək. Yəni 1-dən 2-yə temperatur artdığından sıxlıq azalar. 3-dən 4-ə isə tamamilə bunun əksinə sıxlığımız artmış olacaq. Deməli, birincisiyə dedik azalar, ikinciyə də dedik artar. Azalar artar C variantında. Bu belə 7-də. Verilmiş kütləli ideal qazın təzyiqinin həcmindən asılığı diaqramı göstərilmişdir. Prosesdə qazın gördüyü iş nəyə bərabərdir? 1-dən 2-yə, 2-dən 3-ə, 3-dən 4-ə, 4-dən 1-ə. 1-dən 2-yə izoxor prosesdə verilmiş kütləli ideal qaz üçün izoxor prosesdə iş 0-dır. Həmçinin 3-dən 4-ə də iş 0-dır. Qaldı 2-dən 3-ə, 2-dən 3-ə və deməli 4-dən 1-ə.
Və fikir verin uşaqlar, 2-dən 3-ə baxın, fiqurun altında, qrafikin altında qalan fiqurun sayısı, yəni bu trapesiyadır. 4-dən 1-ə də demək olar ki, uşaqlar eyni qiymətlərdir bu trapesiyadır. Yəni hər ikisində kiçik oturacaq P0, böyük oturacaq 2P0-dır. Amma hündürlüyə baxsaq, yəni həcmin dəyişməsinə fikir versək, həcmin dəyişməsi birində 4V0-dır, birində isə bunun əksinədir. Mənfi 4V0-dır. Deməli, birində məsələn müsbət A işini almışıqsa, digərində mənfi A iş olacaq. Ona görə də cavabımız olacaq 0, Y variantı. Sabit kütləli bir atom ideal qaz A halından B halına, A halından B halına, A1B, A2B yolu ilə keçir. Qaza verilən istik miqdarları və daxili enerjinin dəyişmə arasında hansı münasibət doğrudur? Daxili enerjinin dəyişmələri uşaqlar başlanğıc və son vəziyyətlərdən asılıdır və hər iki halda da sonda A'dan B'yə keçisinə görə daxili enerjinin dəyişmələri eyni olacaq. Ona görə delta O1 bərabər olacaq delta O2. Deməli, bu səhvdir, bu səhvdir, bu da səhvdir. Qaldı deməli sizdə A və B variantları. Deməli uşaqlar, burada nəyə fikir verirsiniz başqa? A'dan 1-ə, 1-dən də B-yə keçib. Qaza verilən istik miqdarından danışır. Qaza verilən istik miqdarını tapmaq üçün uşaqlar nəyə fikir vermək lazımdır? Daxili enerjinin dəyişmələri eynidir, amma gördüyü işi bilmək lazımdır. Gəlin gördüyü işə baxaq. Deməli, delta O bərabərdir, Q çıxılsın H-dir. Buradan da Q bərabərdir, delta O üstə gəlinsin H-dir. Deməli, hansının işi daha böyüksə, onda istik miqdar daha böyük olmuş olacaq. Və demişdik ki, PV qrafikində görülən iş fiqurun altında qalan, qrafikin altında qalan fiqurun sayısına bərabərdir. Bu bir hissəsində qrafikin altında qalan fiqurun sayısı, bir də A2B hissəsində qalan fiqurun sayısı. Gördüyümüz kimi, birdə daha böyük olduğuna görə, deməli, istik miqdarda birinizə daha çox verilmiş olacaq. Sabit kütləli bir atom ideal qaz atomlarının orta kvadratik sürətinin qazın təzyiqindən asılı qrafiki göstərmişdir. Bu prosesdə qazın daxili enerjisinin həcmindən asılı qrafiki hansıdır? Sabit kütləlidir, onu bildik. Sürət sabit kütləli ideal qazda sürət onda sabit olar ki, izotermik proses olsun. İzotermik prosesdə də kinetik enerji onsuz da bəri başdan temperatur sabitdir. Plusdakı daxili enerji sabit olar. Deməli, izotermik prosesdə daxili enerji sabitdir. İndi sizə verib təzyiqdən həcm, tez yazıram PV bərabər NRT. Buradan da P-ni tapsam, NRT bölünsün V olmuş olacaq. Yəni təzyiq həcmdən tərs mütənasib asılıdır. Sizə verib təzyiq artıb, siz götürməz həcm azalıb, plusdakı daxili enerji sabitdir. Olacaq A variantı. Onda sabit kütləli bir atom ideal qaz atomlarının konsentrasiyası mütləq temperaturdan asılı qrafiki göstərilmişdir. Bu qaza 100 jol istik miqdarı verdikdə, onun gördüyü işin verilən istik miqdarının asılı qrafiki hansıdır? İzobar prosesdə və izobar prosesdə deməli deyirik ki, qaza verilən istik miqdarının 0,4 hissəsi işin görülməsinə sərf olunub. H-dir bərabər 0,4 Q-yə. Hardan bir izobar prosesdə konsentrasiya sabit olsaydı izoxor olardı, temperatur sabit olsaydı izotermik olardı. Heç biri sabit olmadığından bu izobar prosesdir. İzobarda da H-dir bərabər 0,4 Q-dür. Q-nün də yerinə 100 qoysaq olacaq 40 jol. Deməli, qazın gördüyü iş 40 jol olacaq A variantı. 11. Sabit kütlə ideal qaz A halından B halına müxtəlif yollarla keçir. Hansı yolda qazın gördüyü iş ən çoxdur? Biz də dedik ki, qazın gördüyü işi tapmaq üçün baxmaq lazımdır fiqurun sahəsinə. Hansı hissədə daha böyük fiqur alınırsa, baxın, 1-də daha böyük fiqur alınır. Təbii ki, baxın, 2-də qalan fiqur bu hissədir, 3-də daha da azaldı, 4-də metiş görülmür. B halında da, baxın, budur. Olacaq A1B. A1B olacaq D variantı. Bu belə uşaqlar. 12. Termodinamikanın birinci qanunu delta O bərabər Q. Delta O bərabər Q, yəni burada H-dir yoxdur, çıxılsın H-dir. H-dir yoxsa bu izoxor prosesdir. İzoxorda həcm sabitdir, 4-ü götürürük. Bu səhvdir, bu da səhvdir, bu da temperatur sabitdir. Olmaz, yalnız ilə 4 A variantı. Eyni materialdan hazırlanmış bir cins çubuqların sərtlikləri arasında hansı münasibət doğrudur? Sərtliyin üstürü YS bölünsün L0-dır. Eyni materialdan hazırlanıb bildik. S-in də yerinə pi r kvadratı yazırıq. Pi R kvadrat bölünsün L0. Gördüyümüz kimi K, R'in kvadratından düz, L0-dansa tərs mütənasib asılıdır. Aha, K1 bölünsün K2. Deməli, K1 bölünsün K2 bərabərdir nəyə? L ilə tərs asılıdır, L2 bölünsün L1. R ilə isə kvadratik düz asılıdır, R1 kvadrat bölünsün R2-nin kvadratı. Deməli, L2 L-dir, L1 2L-dir, R1 R-dir, R2 isə olacaq, deməli, 4 R-in kvadratı. Buradan R kvadratları, L'lər getdi, aldıq 8-də 1. Yəni, çarpaz vursaq 8K1 bərabərdir K2. Y variantı. 14-də poşenli qabda doymayan buxar var. Onu necə doyan buxara çevirmək olar? Deməli, doyan buxara çevirmək üçün iki prosesimiz var. Sabit temperaturda
deməli doymayan doyana çevirir. Sabit temperaturda sıxmaqla, temperatur sabit qalıb həcmi azaltmaqla və ya əksinə həcmi sabit saxlayıb temperaturu azaltmaqla, yəni sabit həcmdə soyutmaqla. Verib sabit həcmdə həcmi artırmaqla yox, temperaturu artırmaqla olmaz, həcmi azaltmaqla olar. C variantı. Daha sonra 15 havanın nisbi rütubəti hansı cihazlar ölçür? Psixrometr və higrometr ilə 15-də olacaq A variantı. 16-da sabit kütləli bir atomu ideal qazlarında aparılan izoxor və izobar qızma prosesləri üçün Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Baxaq, ikisi də qızmadır. İkisinin də daxili enerjisi artır. Çünki izotermik olsaydı daxili enerji dəyişməzdi. Bir getdi bura. Qaza verilən stik miqdarı yalnız onun daxili enerjisinin artmasına, izoxorda iş görülmədiyindən bəli, qaza verilən stik miqdarının hamısı onun daxili enerjisinin artmasına sərf olunur. 2 gəldi bura. Qaza verilən stik miqdarı onun daxili enerjisinin artmasına və işin görülməsinə, o izobar prosesdədir. Qaz moleküllərinin orta kvadratik sürəti artır. Qızmaların hər birində artacaq. Yəni bu izotermikdə dəyişməzdir. Konsentrasiyası azalır. İzoxorda konsentrasiya dəyişmir. İzoxorda rho, n v konstantdır. Sıxlıq, konsentrasiya, həcm sabitdir. İzobarda isə təzyiq və təzyiq qüvvəsi sabit idi. Deməli qızmadır. Konsentrasiya azalır. P bərabər NKT-yə görə təzyiq sabitdir. N-lə də T tərs mütənsib asılılığına görə belə konsentrasiya azalacaq. Qaz molekülləri tərəfindən qabın divarlarına təsir edən qüvvənin qiyməti artır. Aha, qüvvə görsüz dedi ki, izobarda dəyişmir. İzoxora baxaq. İzoxor qızmadır. Deməli, PV bərabərdir NKT-dən. Temperaturla təzyiqi düz asılı olduğuna görə elə təzyiq qüvvəsi təzyiq kimi artmış olacaq. Deməli, buraya yazırıq 6. 2, 6, 1, 4, 3, 5. 2, 6, 3, 5, 1, 4, B variantı. 17-də ağzı bağlı qablarda su və onun üzərində doyan su buxarı var. Qapalı qablardakı doyan su buxarının kütlələri üçün hansı münasibət doğrudur? Deməli, sonra doyan buxarın kütləsi onun həm təzyiqindən, həm həcmindən, həm də temperaturundan düz asılıdır. Ona görə baxaq görə burada görürsüz, ikisinin bir daha bizə verir 90-ı, burada verir 60-ı, burada da verir 40-ı. Deməli, M1 böyükdür M2-dən. O da böyükdür M3-dən. İdeal qaz qanunlarına tabe deyil, unutmayın. 18. Açar sözlərdən hansı ardıcılıqla istifadə etməklə mətni tamamlamaq olar? İstik miqdarı, sistemi təşkil edən zərərçilərin müxtəlif növ hərəkətləri və qarşılıqlı təsirləri ilə xarakterizə olunan enerjinin cəmi, həm hərəkət, həm də qarşılıqlı təsir enerjisi bu olacaq daxili enerji. 3 gəldi bura. Deməli, birinci oldu 3. İdeal qazın daxili enerjisi onun temperaturundan və kütləsindən asılıdır. 6 gəlsin bura. Sabit kütləli verilmiş, sabit təzyiqi və həcmi dəyişsə də, temperaturdan, temperatur demiş ki, sabit temperatur verilmiş kütlə ideal qazın daxili enerjisi dəyişmir. Sistemin daxili enerjisinin dəyişməsi ona müəyyən istik miqdarı verməklə 4 və iş görməklə dəyişmək olur. Termodinamik sistemdə daxili enerjinin dəyişməsi prosesin formasından deyil, onun başlanğıc və son. 1 və 2. Deməli, belə oldu. 3, 6, 5, 3, 6, 5, 4, 1, 2. 3, 6, görək harada var. 2, 1 yazıb olsun. Son və başlanğıc fərq eləməz. D variantı. Daha sonra uşaqlar 19. Düzgün halda fiziki kəmiyyətlərin vahidi. Hansı halda fiziki kəmiyyətlərin vahidi düzgün göstərmişdir? İstik tutumun vahidi col bölünsün kelvindir. Mütləq rütubətin vahidi kiloqram bölü metrin kubudur. Xüsusi buxarlanma istiyində vahidi col bölünsün kiloqramdır. Görək harda var. Y variantında. Daha sonra 20-də faydalı şəmsalı 25% olan avtomobil mühərrikin gördüyü işi 900 kilojoldur. Onun sərf etdiyi yanacağın kütləsini hesablayın. Deməli, faydalı 900 joldur, lap yaxşı. Gəlin hesablayaq. Deməli, faydalı şəmsalının düsturu faydalı bölünsün, Q1 vurulsun 100% idi. Q1-in də yerinə yazırsınız, Q vurulsun M. Bir saniyə, Q1. Q1. Q1-in də yerinə yazırıq, Q vurulsun M. İndi başlayaq yazmağa, uşaqlar qiymətlərini yerinə qoyaq, hesablayaq. Yuxarıdan yazacağım. Çünki digər tərəfə çevirsəm artıq qiymətləri görməyəcəm. Baxaq uşaqlar. 25 bərabərdir. Faydalı. 900 bölünsün QM. Yəni 4 onda 5 vurulsun. 10 üstü 7 vurulsun M. Vurulsun 100%. Deməli, burada 4 dənə sıfırımız getsin. Bir dənə də burada var. 5 dənə sıfır getdi. Burada qaldı 2 dənə sıfır. M-i də tapanda 9-dan 45 tapırıq. Burada qalsın 5. 5-i vursaq 25-ə. Bizdən cavabını nə istəyir? Yanacağın dörd kütləsini hesablayın. M də bərabərdir.
1 bölünsün 25 vurulsun. Deməli burada nə qalmışdı? 5. Bir də ki vurulsun 100 qalmışdı. Aha. Deməli biz nə istəyir cavabı qramla 25-i 5-ə vursaq olacaq 125. 1 bölünsün 125. Aha, burada uşaqlar 900 kilocoldur. Burada 10 üstü 3 də var idi. 10 üstü 3. Onda yuxarıya 10 üstü 3'ümüzü yazaq. Sıfırlarımız getsin qaldı 10. 10 bölünsün. Deməli 125 o da olacaq 80 qram. B variantı. 21. 21'də alüminium və qurğuşun parçası eyni hündürlükdən düşür. Simlərin bütün mexaniki enerjisi onların qızmasına sərf olunursa, yerə dəyən anda onların temperaturlarının dəyişmə arasında hansı münasibət doğrudur? Eyni hündürlükdən düşürlər və deyir, bütün mexaniki enerjiləri onların daxili enerjisinə çevrilir. Yəni MGH-ları bərabər olur SM delta T-yə. Aha, fikir verin, burada görürük ki, S delta T ilə tərs mütənasib götürəcək, yəni müqayisə edəcək. S qurğuşun bölünsün S alüminium bərabərdir delta T alüminium bölünsün delta T qurğuşuna. Deməli, sonra indi yerinə qoyaq. Qurğuşun qiyməti 150. Alüminium qiyməti 900. Bizdən nə istirdi görək? Ha, delta T arasındakı münasibəti delta T alüminium bölünsün delta T qurğuşun. Deməli, buradan 150 ilə 9 getir qaldı 6. Çarpaz vursaq, alarıq ki delta T 6 delta T alüminium bərabərdir delta T qurğuşuna. Deməli, bu da olacaq hansı cavab? 6 alüminium D variantı. Daha sonra uşaqlar 22 nömrəli tapşırıq doyan su buxarının sıxlığının həcmindən asılılıq diaqramı göstərilmişdir. Göstərilən nöqtələrdə buxarın temperaturları arasında hansı münasibət doğrudur? Doyan buxarın sıxlığı, təzyiqi və konsentrasiyası həcmdən asılı deyil. Yaddan çıxartmırsınız. Həcmdən asılı deyil, lap yaxşı. Deməli, burada bunlar asılılar yalnız temperaturdan. Yəni bunlar temperatur necə dəyişibsə, bunlar da elə dəyişib. Deməli 1-də 2-də bunlar dəyişmədiyinə görə temperaturda dəyişməyib. T1 bərabər T2, həmçinin T3 də bərabər T4-dür. Sadəcə fikir verir ki, baxın ədəd oxundu, yuxarıya doğru getsə, tutaq ki, bura qiymət 1 idi, yuxarı getdikcə artır. Deməli bu T3-dən T4 də böyükdür, T1 və T2-dən olacaq B variantı. Daha sonra 23. Kalorimetrə 30 dərəcəli 200 qram suyu 20 dərəcə Selsiyə qədər soyutmaq üçün temperatur 0 dərəcə Selsi və hər birinin kütləsi 5 qram olan buz parçaları əlavə etdilər. Buz parçalarının sayını tapın. Aha. Deməli uşaqlar, kalorimetrdə 30 dərəcə Selsi 200 qram su var. 20 dərəcəyə qədər soyutmaq üçün temperatur 0 dərəcə Selsi olan və hər birinin kütləsi 5 qram olan buz parçaları əlavə ediblər. Deməli, belə deyək də, bu sudan alınan istik miqdarı gedəcək nəyə? Buzun əriməsinə. Hansı ki 0 dərəcə Selsi olan buzu əritməyə çalışıq. Deməli, birindən alınan istik miqdarı S su, M delta T. Sudan alınan istik miqdarı veriləcək buzun əriməsinə. Q alınan bərabər Q verilənə. İndi yerinə qoyaq və buz damcılarının sayı istəyir N saydadır. Buraq N. Deməli, S su 4-2 vurulsun 10 üstü 3. Bura kilojul, deməli 4200 olsun, normalda kilo səhv düşüb bura uşaqlar. Vurulsun M 0.2-dir. Delta T su, yəni temperatur dəyişməsidir. Belə deyək də, su soyuyur, amma həmin o istilik, alınan istilik elm, buzun əriməsinə verilir. Ona görə biri alınan, biri verilən olduğuna görə mənfi müsbəti fikir vermirəm. Nəyə görə? Çünki onsuz da sudan alınan veriləcək lambda M bərabərdir. Aha, delta T-nin yerinə əslində mənfi 10 yazmalıydıq. Müsbət 10 yazıram. Çünki bu elə bil ki, sərf olunur buzun əriməsinə verilən istik miqdarıdır. Lambda M. Lambda 3'dan %36 vurulsun 10 üstü 5. Düşünürəm burada da kilo səhv gedib. Vurulsun 10 üstü 5. Daha sonra vurulsun M 5 qramdır, 5 vur. 10 üstü mənfi 3 vurulsun N. Biz sayı tapırıq indi. Belə eləyək uşaqlar. Deməli buradan 1, 2 dənə sıfırımız getdi. Qaldı bir dənə sıfır, yəni 420 vur 2. 420 vurulsun 20 daha doğrusu. 420 vurulsun 20. Bərabərdir. Digər tərəfdən də burada 2 dənə sıfırımız buna gedir. 3 dənə sıfır buna gedir. Yəni 5 dənə sıfır getdi. Qaldı 336 vurulsun 5'ə. Deməli 420 vurulsun 20 bölünsün 336 vurulsun 5'ə. Bu da bizə verəcək sayı. İndi hesablayaq. Burada qaldı 1, burada qaldı 4. 420'ni vurup 4'ü 336'ya bölmək lazımdır.
Gəlin 4-ü ixtisar aparaq. Burada qalsın 1. Burada 4-ə getsə qalacaq 84. 420-ni də 84-ə bölək. Qalacaq 5. Deməli, n bərabər oldu 5-ə. Daha sonra uşaqlar 24. Hansı ifadələr doğrudur? Verilmiş kütləli bir atom ideal qaz üzərində qapalı proses aparılmışdır. Qapalı proses qapalı qab deyil. Qapalı proses o deməkdir ki, baxın 1-dən 2-yə, 2-dən 3-ə, 3-dən 4-ə, 4-dən də 1-ə. Yəni proses davam edir, qapalıdır. Qapalı qab demək deyil. Qapalı qab görən kimi bəli izoxor götürüyor, amma qapalı proses başqa şeydir. Bir dövr ərzində qaz xarici qüvvələr üzərində müsbət iş görmüşdür. Qazın gördüyü şüşalar demişdik ki, fiqurun sahəsindən asılıdır. Deməli 1-dən 2-yə, 2-dən 3-ə görülən fiqurumuz budur. S1. Daha sonra 3-dən 4-ə, 4-dən 1-ə də görülən işimiz. Baxın, aşağıdakı fiqurdur. Baxın burada. Gördüyümüz kimi birinci fiqur S1 S2-dən böyük olduğuna görə işi də tapsaq, birinci halda baxın həcm artmışdı, görülən sahə müsbətdir, ikinci halda sahə mənfidir. Təbii ki, böyük sahə məsələn bura müsbət 10 idi, bu da mənfi 5 olsun. Müsbət 10 üstə gəl mənfi 5 bizə verdiyi müsbət 5-i. Deməli, birinci halda qazın gördüyü iş müsbətdir. Bir doğrudur. Daha sonra uşaqlar bir tam dövr ərzində xarici qüvvələr qaz üzərində müsbət iş görmüşdür. Yox, əgər biz qazın öz gördüyü işə müsbət demişiksə, artıq xarici qüvvənin gördüyü işə mənfi deməkdir. Çünki mənfi işarə ilə bərabərlər. Qazın işi 0-a bərabərdir. Xeyr, işi 0-a bərabər olmadı. Çünki fiqurların sahələri fərqlidir. 1, 2, 2, 3, 3, 4 proseslərin nəticəsində qazın daxili enerjisi artır. Baxaq. Deməli, yazıb ki, qazın daxili enerjisi artır. 1-dən 2-yə, 3-dən 4-ə bütün ümumiyyətli proseslərin nəticəsində qazın daxili enerjisi artır. Qazın daxili enerjisi başlanğıc və son vəziyyətlərdə nasıldır? Deməli, birinci halda fikir verək. Təzyiq sabitdir, həcm sabitdir, təzyiqli enerji artır. Ona görə daxili enerji artacaq. 2-dən 3-ə də həmçinin. Deməli, 2-dən 3-ə də həmçinin təzyiq sabitdir. Daxili enerji həcmdən düz asılı olaraq artır. 3-dən 4-ə də uşaqlar baxın 2 dəfə artdı, düzdür. 3-dən 4-ə də düzdür həcm sabitdir. Təzyiq 1-dən 2-yə nə qədər artmışsa həmin dəfədə azaldı, amma yekununda artmış qalır burada. Baxın 1-dən artmış qaldı. Deməli artar, düzdür. 25. Eyni kütləli iki müxtəlif mayenin M1 bərabər M2. Müxtəlif maye deməli sayıları bir-birinə bərabər deyil. Zamanı nasıl qrafiklər göstərmişdir? Mayeləri eyni istilik miqdarı verilmişdir. Mayələrin xüsusi istiliktumarı nisbətini eyni istilik miqdarı verib, yaxşı eləyib. Deməli, siz bilməlisiniz ki, xüsusi istilik tutumu cismin qızması və soyuması zamanı verilən istilik miqdarında istifadə olunur. Yalnız baxın bu hissədə. Bu hissələrə baxacaq. Hər birinə eyni istilik miqdarı verib, onsuz da zaman eyni istilik miqdarını eyni götürsün, unutmayın. Zaman istilik miqdarını eyni cür baxırsınız. Deməli, Q bərabər SM delta T idi. Buradan da alırsınız ki, C bərabərdir Q bölü M delta T. Deməli, delta T'nin M'lər eyni, Q'lər eyni. C-ni delta T ilə tərs götürək. C2 bölünsün C1 bərabər delta T1 bölünsün delta T2. Delta T1-ə baxaq. 60 çıx 0, 60. Delta T2-yə baxaq. 60 çıxılsın 40, 20. Bərabərdir. 60 bölünsün 20, o da olacaq 3. Sonra növbəti məsələ. 26. Eni 5 metr, uzunluğu 6 metr, hündürlüyü 4 metr olan otaqdakı havanın mütləq rütubəti 20 qram bölü metrin kubudur. Otaqda olan su buxarının kütləsini hesablayın. M bərabər rho vurulsun V-dən. V-nin də yerinə A vur B vurulsun C. Paralipidin həcmini yazıq. Deməli, uşaqlar 20 qram bölü metrin kubu. Cavabı kiloqramdan istəyir, ona görə kiloqrama çevirmək lazımdır. 20 qram, 20 vur, 10 üstü mənfi 3 kiloqramda. Çünki 1 kiloqram 1000 qramda vurulsun həcmə. Vahidlərə baxaq, hamısı metrdən də lap yaxşı. 5 vur 6, 30, 30-da 4-ə vursaq 120. Deməli, belə uşaqlar bu olacaq 240 vurulsun 10 üstü mənfi 3. Buradan sıfırımızın bir geçsi qalacaq mənfi 2. 24 də mənfi 2-yə bölsək 2400. 2 tam onda 4 kiloqram almış olaraq uşaqlar. 2 dənə sıfırımız vardı. 2400 edir. 27. Çalışın açıq suallarda diqqətli olun hesablamalarda. 27. Sabit kütləli bir atom ideal qazın həcminin mütləq temperaturunun asılı qrafiki verilmişdir. Grafikin hissələri və bu hissələrdə termodinamikanın birinci qanun riyazi ifadə arasında asılıq. Uyğunluğu müəyyən edin. A-dan B uşaqlar həcmdən temperatur düz asılı. Yəni bu ikisi dəyişirsə deməli təzyiq sabitdir. Çünki P və T3-dən kəmiyyət vardı. İkisi dəyişirsə deməli bu sabitdir. İzobar genişlənmədir. İzobar prosesdə də delta bərabər 0,6 Q iştirik. Q'ya daha doğrusu A' bərabərdir 0,4 Q'ya, delta da bərabər 1,5 A'-dır.
İndi görək nə verib bizə. AB hissəsi izobardır. Tez bu ədədləri tapırıq və doğrudursa yazırıq 1-ə. C ilə D. Verilənlər bizim yazdığımıza nə idi? Bu getdi. BC hissəsində izotermik prosesdə, izotermik prosesdə daxili enerjinin dəyişməsi 0, özü isə sabit olur. Deməli, delta bərabər Q çıxılsın A'-dan. Delta 0-a getdisə, Q bərabər olacaq A' və ya mənfi A-ya. Deməli, A ilə Y ola bilməz, çünki A ilə Y-də delta var. Bunlar getdi. Bir dənə qaldı B variantı. B də getdi ikinciyə. 3-dən C-dən D izoxor prosesdə Royn və konstantda görülən işlərin hər ikisi də 0-a bərabərdir. Görülən iş 0 olduğuna görə, baxın buradan A gedir. Qar delta bərabər Q-yə, o da oldu A variantında. Y variantı ola bilməz, çünki Y-də A var. Y variantı olacaq. Y variantı ümumiyyətlə heç nə uyğun gəlmir, çünki Y variantı məsələn mənfi H' olsaydı, onlarda adiabat proses. Deməli, belə oldu cavabınız. 1-də C-dir, 2-də B, 3-də də A. Sonra, deməli, ətraflıya baxaq. İçərisində 330 qram su olan kalorimetrə 0 dərəcə Selsi temperaturlu buz parçası salırlar. Bir müddətdən sonra suyun temperaturu 0 dərəcə Selsi olur və suyun kütləsi 84 qram artır. Suyun ilk temperaturunu hesablayın. Deməli, burada da yenə bayaq ki, məsələmiz kimi SM delta T bərabərdir lambda M. Deməli, uşaqlar, burada nə baş verir? 300 qram, içərisində 330 qram su olan kalorimetrə 0 dərəcə temperaturlu buz parçası salırlar. Bir müddətdən sonra suyun temperaturu 0 dərəcə olur. Deməli, sudan alınan istilik miqdarı buzun əriməsinə sərf olunur. SM delta T qoyaq yerinə 4,2. Baxın, artıq burada düzgün veriblər. Kiloları yazmayıblar burada. 4,2 vurulsun 10 üstü 3 vurulsun, deməli, bizə kütləsi deyir 84 qram artır. 330 idi, 84 qram artacaq. 84 qram nəyin hesabını artır? Buz, deməli, kütləsi 84 qram imiş ki, kütləsi artacaq. M-in yerinə 330, delta T-nin yerinə T2 çıx, T1 yazaq. Bərabərdir lambda M, yəni 3,3 vurulsun 10 üstü 5, vurulsun 84 qrama. İkisi də qramla olduğuna görə çevirmədim. İxtisarlarımıza aparaq, 10,2 ilə 3,3-ün virgülləri getdi. 10 üstü 3-dən 10 üstü 5 getdi, burada qaldı 2 dənə. Daha sonra 33-dən buradakı 33-də getdi, qaldı burada 10. Bu 10-dan bu 10 üstü 2-də getdi, burada qaldı 10. Bu hissədə 10-umuz var. Bir də 42-dən 84 gedir, burada qaldı 2. T2 0 idi, 0 çıxılsın T1 bərabərdir. 2 vur ondan 20, deməli T1 də bərabər olacaq 20 dərəcə Selsiyə. Yenə deyirəm uşaqlar, burada nəyə fikir verirsiniz? Ona fikir verirsiniz ki, su bəli soyub, suyun istilik miqdarı azdır, amma həmin o alınan istilik miqdarı da verilib, buzun əriməsi, yəni buzsun, bunu SM delta T-ni müsbət götürürük. Birindən alınan digərindən verilənə bərabərdir. 29 suyun səthində üfüqi vəziyyətdə radiyusu R olan disk və radiyusu 2R olan halqa var. Diskə FT və halqaya FH təsir edən səthi gəlmə qüvvələri arasında hansı münasibət olduğunu yazın. Cavabınızı əsaslandırın. Halqanın qalınlığı nəzərə alınır. Deməli, halqa məsələsi Abdullayevin Kaspik kitabında var. İşləyənlərin yadına düşəcək. Deməli, baxaq birincisi. Bir var diskin içi doludur. Bu belə diskin içərisi doludur. Bir də var halqa. Halqada deməli nə baş verir? Disk yalnız bir tərəfi boyunca may ilə təmaslı olur, amma halqa isə həm daxil tərəfdən, həm də daxili, həm də xarici may ilə təmaslıdır. Ona görə halqada 2 dənə səthə gəlmə qüvvəsi yaranmış olur və deyir ki, burada qalınlığı nəzərə alınmır, lap yaxşı. 2 dənə səthə gəlmə qüvvələr cəmlənir, eyni olduğuna görə sigma, 2 sigma, amma burada bir dənə sigma ilə olur. Deməli, belə yazaq. F halqa üçün, F disk üçün, F disk bərabərdir sigma vurul L-dir. L-in də yerinə 2 pi R yazırıq, radius ilə R-dir. Halqada isə F halqa bərabərdir 2 dənə sigma L və burada olacaq 2 sigma vurulsun. L-in də yerinə 2 pi vurulsun 2 R. Deməli, bunları alt-alta bölsək, sigmalar 2 pi R-lər gedər, Buradan da 2-nin biri getsin, qalacaq ki, disk bölünsün F halqa bərabərdir 4-də 1-ə. Deməli, F disk də bərabər, F4 F disk də bərabər olacaq F halqaya. Verilmiş kütləli bir atom ideal qaz üzərində gedən prosesdə qaz 100 kJ istilik miqdarı almışdır. Qazın sıxlığı mütləq temperaturdan asılıq qrafikə hiperbola verilmişdir. Koordinat oxları üzrə
üzərində uyğun qiymətləri göstərməklə qazın daxili enerjisinin dəyişməsinin verilən hissəki miqdarının asılı qrafikini çəkin. Aha. Deməli, rho-nun T-dən asılı hiperboladır. Yəni bunlar tərs mütənasib asıdır. Rho bərabər P-in bölünsün RT ifadəsinə görə M onsuz da molar kütlədə sabitdir. R universal qaz sabitdir. Deməli, təzyiq sabit olduğuna görə rho T-dən tərs mütənasib asıdır. Təzyiq sabitdir. İndi bizə nə istəyir? Qazın daxili enerjisinin dəyişməsinin ona verilən hissəki miqdarını. İzobar prosesdə dedik ki, delta bərabərdir 0,6 Q-dür. Və buradan da bərabərdir 0,6-nı vuraq 100-ə olacaq 60 kilojol. Deməli, daxili enerjinin dəyişməsi 60 kilojol oldu. Qrafik istəyir sizdən. Qrafikinizdə baxın belə olacaq. Delta U-nun Q-dən asılığı biri 100 olanda, biri də olub 60 kilojol. Sağ olun uşaqlar.